Müasir dövrdə fərasətli insan üçün vaxt qızıldan bahadır. Vaxtının qədrini bilənlər həm də vaxtı dəqiq bilmək istəyir. Düzdür, indi vaxt bilmək üçün hər birimizin üstündə əksər hallarda bir neçə cihaz olur. Amma şəhərin mərkəzində də saatlar asılıb ki, başımız aşağı olmasın. Başımızı yuxarı qaldırıb saata baxaq. Amma şəhərin mərkəzindən asılan bir çox saatların elə bil ki, əqrəblərindən daş asılıb. Vaxt getmir ki, getmir. Səbəbini bilmək üçün əməkdaşımız Bəturə xanım saatların yanına gedib. Ömrün və həyat planlarını nizamlayan və tələsdirən saatlar. Bu kiçik cihazın bircə əqrəbinin hərəkətə gəlməsi ilə il dəyişə, əsr yenilənə bilir. Hər işimiz ona bağlı olsa da, onun tək işi var. Anı, saniyəni, dəqiqəni və saatları ötürmək və zamanın ötmə anlarını ölçmək. Qəlb sirdaşımıza, sevincli və kədərli anımıza şahidlik edən bu kiçik cihazlarsız həyatımızı təsəvvür belə etmir. Onsuz keçinə bilmirik. Şəhərin müxtəlif istiqamətlərində quraşdırılan saatlar estetik baxımından gözümüzü oxşadığı qədər də vaxtı öyrənmək baxımından da əlverişlidir. Amma təəssüf ki, çox vaxt belə olmur. Bəzən işləməyən saatlara da rast oluruq. Elə qala divarlarında asılmış, işləməyən bax bu saat kimi. Paytaxtın qədim məkanlarından olan içəri şəhərin qala divarlarını bəzəyən saat görünüş baxımından gözəl və cəlbedici olsa da, çox təəssüf ki, işləməməsi bu ərazidə ötən hər kəsin qanını qaraldır və haqlı olaraq etiraza səbəb olur. Bu boyda belə bir gözəl saatı bura quraşdırıblar, amma işləmir. Heç bir mənası yoxdur. Bəzək də qoyublar oraya yəqin ki. Saat əslində işləməlidir, yəni bu geri qalır. Maşın kimi qoyulub, işləsə daha gözəl olar. Saat suyun içində saat, vaxt və ömür ölçəndir. Əgər saat dayanırsa və günlərlə işləmirsə, artıq o saat deyil, lazımsız əşya da deyir. Saat vaxtdır. Əgər saat vaxtdırsa, saat işləmirsə vaxtı da bilmirsiniz. Dayanmış saata necə baxırsınız? Vaxt dayanıb işləmir. Lazımsız əşya. Xoş və kədərli anlarımızın qədərini də ölçən, biçən və xatırladan saatlar. Ta qədimdən missiyası bu olub və həmişə də belə olacaq. Bəturə Nəbiyeva, Seydül Beyeva, Zospace.